Nə İmam Hüseyndən söz deyim sizə, hədis deyim sizə. Gör İmam Hüseyn nə deyir? Deyir, bir nəfər gəldi, yaxınlaşdı, ağacına dedi, bəli, ənə rəculun asin. Mən günahkar adamam. Aha. Və la əsbir aləl məsiyyə. Çəkinənmirəm də günahdan, öldürməni, neyim? Mən deyirəm, amma bunu öldürməni. Və la əsbir aləl məsiyyə. Bacarmıram. Neyniyək, yol dinəm bizə. İmam Hüseyn cavab verdi. Dedi, yaxşı, ic'ələ xəmsə əşya vəznib məşid. 5 dənə məsələ var, onu elə, nə istsən günah elə. Dedi, necə? 5 məsələ var, onu elə, nə qədər istsən günah elə. 5 məsələ var, o haqqında düşün, nə qədər istsən günah elə. Dedi, nədir olar? Dedi, 1. Başladıq. Ya Allah, İmam Hüseyn. La təəkkul rizqallah vəznib məşid. Allahın ruzisini yemə, nə qədər istsən günah elə. Mümkündür. Nəfəs ruzidir, yemək ruzidir, nə bilim, ailən ruzidir, hər şey ruzidir. Bunlar necə bunlardan kənarlaşa bilmirsən ki, deyir, yaxşı eləmirsən, elə də ki, ruzisini yemə, nə istsən elə. Yəni, duz çörək qədri bildi, adama deyərlər. Yaxşı, adam duz çörək kəssə, neyniyər? Ayıb deməz. 2, dedi, ikinci neyniyim? Dedi, əs-sani uxruc min vilayətillah iznin maşid. Allahın vilayətindən çıx, nə istəyən gedənə? Allahın vilayətindən çıxmaq olar. Küllə aləm oldu. Eynə və tuvəlli fəsəmmə vəchullah. Üzvara çevirsən odur. Çıxa bilirsən, çıx. Nə istəyən elə. Elə bir şərait yaradır ki, yəni İmam Hüseyin ki, hara çıxacaqsan ki, mümkün deyil. 3-cü, və salis, dedi, buyur. Dedi, utlub mavzuan la yerakallah. Elə bir dənə yer seç ki, Allah səni görməsin. Get, nə qədər istəyən günah elə. Elə yer var. Allah səni görməsin. Mümkün deyil. Dedi, və Rabi 4, İzə cəəkə mələkil mot liyəqbiz ruhək. Elə ki, ölüm mələyi gəldi, dedi, səni aparmaq istəyirəm. Ona deyərsən, getmirəm. Düdə, deyərsən, getmirəm. Gör, deyə bilirsən, deyə bilərsənsə, eyb yox, nə qədər sən günah elə. Adam mələkil motun sözü deyə bilər. Heç imkan verir ki, danışasan. Ağzı aça bilmirsən ki, söz deyəsən. Bir də görünür, burada dörsən, oradasan. Hələ bilmirsən, oradasan. Deyəsən, yuxu olar inşallah. Bir də görsən, yox, bu yuxu deyir, bu ciddidir. Vururlar qəbirdə, ölmüsən, kişi. Ölmüsən. Dəqiq ölmüşəm, 100% ölmüsən. Biraz da gözlüyü gördü, adamlar getdi, deyir, ölmüşəm ya da. 5 nədir? Buyurdu ki, 5-ci də buyurdu ki, elə ki, gəldi Malik, o cəhənnəmin mələyi, səni cəhənnəmə saldı, dünən getmək istəmirəm. Getmirəm. Əgər bunu bacarırsansa, nə qədər istəyən günah elə. Bu məarifdir, adama amma belə deyək, təsir göstərir, insanın hərəkətə gətirir, insanın iradəsini gücləndirir, insana istiqamət verir, belə məarifdir. Yaxşıdır, insan bu mövzular haqqında düşünə. Gör, nə sözlər deyil, elə bax gör, Allah görməyən yeri seç, ged orada günah elə.